Məhəmməd Füzulinin bir şeirinə yazdığı nəzirəyə baxaq. Təhsil-i ülum etmə ki, el afət-i candır, həm əqlə ziyandır. Müstəzad. El mafət-i can olduğu məşhur-i cahandır, məruf-i zamandır. Məhəmməd Füzulidə sözlərin, fikirlərin yerini dəyişib də, can vermə qəmi eşqə ki, eşq afət-i candır. Eşq afət-i can olduğu məşhur-i cahandır. Elm sözünə eşq sözünü dəyişib yerini. Yəni Amma ardınca tamam başqa şeylər deyib də. Deyir ki, pəndi pədaranə məşid, ey sadə cavanım, yaxma qəmə canım, xoş ol kəsə kim veyd olanı bağda çobandır, asudə hamandır. Yəni burada təhsili çobanlığı təhsildən daha yuxarı üstün tutur. Və bir məsələ də var bu işin içərisində. Doluyur, lağ eləyir. Xoş, sonra da ardıcan deyir ki, elm içrə xəta olduğunu ondan bilirəm ki, eşq içrə əzab olduğunu ondan bilirəm ki, hər kimsə ki, aşiqdir, işi ahı fəğandır. Elm içrə xəta olduğunu ondan bilirəm ki, bilsən ola hər kim. Burada aşağısında bir izah da verir ona. Bilsən ola hər kim, elmə gəzənin küfrü zəbanlarda bəyandır, təkfirə nişandır. Məf'ulü, məfaili, məfaili, fəulun, bayaq siz deyir, məf'ulü, fəulun. Bəli. Məktəb sənə xoş gəlməsin, ol cayı xətərnak, girmə ona çalak. Məktəb dediyin qeyd dilü, pəndü, zəbandır, qarətgəri candır. Canıvı hətta qarət eləyir də. Məktəb sənin canıvı qarət eləyir. Kimin sözünə ələ salır? Bu da maraqlı. Yəni burada necə bir təzad var. Məhəmməd Füzulinin bir şeirinə nəzirə ilə eyni zamanda çox istehsana kinayənin ən üst mərtəbəsindən o Füzuliyə əslində məhəbbətdən irəli gəlir ki, Füzuli üslubunda başqa bir mövzu deyir. O Füzuli şeirinə qətiyyən ironiya deyil. Nəzirə ilə ironiya. Yox, biz də onu demirik. Estağfurullah, söhbət ayrı şeydir. Amma o sən deyən xətti çox davalətdir. Bir xeyli şeirləri var ki, Füzuli şeiri üstündə.